İnnovativ Damar və Podiatriya Mərkəzinin, Epilife Tibbi Estetik Mərkəzinin, Esella Detox çaylarının sponsorluğu və Nurayza Collection'ın təşkilatı dəstəyi ilə çox ciddi şou başladı. Hər vaxtınız xeyir olsun, əziz ekran qarşısında əyləşib bizi izləyən tamaşaçılarımız. Həyat Asmani və əlbəttə ki, bugün sizinlə Səməndər Rızayev olacaq. Biz sizinlə bugün çox maraqlı söhbətlər edəcəyik. Bizi izləməyi unutmayın. Bugünkü gündən danışmaq istəyirəm. Hər il 8 mart tarixini Beynəlxalq Qadınlar Günü olaraq qeyd edirik. Bugün qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, ha belə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hava gətirmiş bayramdır. 8 mart münasibəti ilə Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edirik. Hər birinizə sevinç dolu günlər arzu edirik. Mən də bütün xanımların bayramını təbrik edirəm. Sevgi dolu həyat arzulayıram və qucaq dolusu öpüşlərimi göndərirəm. Bəli, mən də bütün bu arzulara qoşuluram. Qoşulursan. Bəli. Amma bir dənə özün ürəkdən söz deyə bilmədin. Səməndər, heç olmasa bir 8 martda əlində xanıma bir gül alıb gələrlər də. Neysə. İndi dava edəcəksən mənlə gülə-gülə. Yox, əlbəttə ki, dava verməyəcəm. Onda sən bugünkü gün haqqında informasiya ver, mən bir də gələm. Hə, ora-bura geyib gəlirsən də, yaxşı get Səməndər. Səni də belə yola saldıq. Sən də gələnə qədər mən qonağımızı təqdim edeyim. Əziz dəyərli izləyicilərimiz, bugün bizim çox gözəl, qəşəng, nəzakətli, nazik bir qonağımız var, xanım qonağımız. Özünü indi dəvət edirəm studiyamıza, qarşılayın Türkan Vəlizadə. Bunun gətirdiyi gülə baxsan. Bunun gətirdiyi gülə baxsan. Bax, bunun gətirdiyi gülə baxsan. Bunu da gətirib böyüşürəm. Müşkül. Bu sənin tərəfindən bizə qarşı olan diqqətdir. Yox, əslində bunu axşam veriliş qutarına sizdən götürəcəm mən. Mən onu verməyəcəm. Mən də verməyəcəm. İnanın ki, mənim ən sevdiyim güldür bu Nərgiz gülü. Nərgiz. Çünki mən tamaşaçılarımızı salamlayıram. Sabahınız xeyir olsun Əyləş deyirəm. edəcəm. Və bugün ən gözəl gündür, önəmli gündür. Biz qadınların 8 mart günüdür. Bu münasibətlə təşəkkür edirəm. Bütün qadınlarımızı təbrik edirəm. Hər birinə ən əsası can sağlığı sizdə başda olmaqla. Çox sağ olun, sizdən Mənim anam başda olmaqla bütün qadınların 8 mart təşəkkür edirəm. Bayramını təbrik edirəm. Sevgi dolu yaşayaq, sevək, sevilək. Ən əsası canımız sağ olsun. İlk növbədə də qadın xoşbəxtçiliyi arzulayıram hər kəsə. Ən çox gözəl arzulardır. Biz də arzulara qoşuluruq. Qoşuluruq, bizi başqa variantımız yox. Biz qoşulmalıyıq. Bəli, qoşuluruq. Səməndər, Hə. nə məsələdir? Sual vermək istəyirəm. Aha. Türkan xanım, 8 martla bu bayram haqqında informasiyanız var, yoxsa yoxdur? Xəbərimiz var, haradan gəlir tarixi, yoxsa Belə o vaxtı bilirdim, amma tam dəqiqliklə bilmirəm. Mən də tam dəqiqliklə bilmədiyim bir biz də şey dəqiqliyi danışmıram. bilmirik, yəni belə narahat olmayın. Biz də heç bir... Sən indi bilərəm məlumatları. Günüdür. Türkan xanıma sən belə qəliz suallar vermə. Gəl Türkan xanıma öz karyerasından suallar verək. Buyur. Yeniliklər varmı, olacaqmı? Nə gözlənilir? Əslində, yeni mahnılarımız var. Biz demək olar ki, bir mahnım yeni çıxdı. Digər bir mahnımız da artıq hazırlanıb. O mahnını da biz kliplə təqdim eləmək istəyirik. Çünki yəni həqiqətən də fərqli bir, necə deyim, janrdır oxuduğum. Bilmirəm indi o necə qəbul olunacaq. Yəni nəyə görə? Bildiyinizə görə biz duet ortağıyıq Pərviz Bülbülə ilə. Özünü çox istəyirik, salamlarımızı göndəririk. Pərvizi də. Deməli, oxuduğumuz duetlər daha çox meyxana janrlı, yəni tipli bir mahnılardır bizdə. Amma mənim indi oxuyacağım, yəni hələ ki çıxmayıb o mahnı, hazırlanır. O mahnı digər, yəni başqa fərqli bir... O da duetdir, yoxsa yox? Yox, o təkdir. Nəhayət Pərvizsiz görə biləcəyik. Pərvizsiz də tək mahnılarım var əslində. Çox şükür ki, sevilib. Elə ilk tək mahnım Pərvizsiz demək olar ki, Pərvizin özünün yazdığı mahnı olub. Ürəyimdir mənim. Xahiş edirəm də əsasdır. Onunla daha çox tanınmışam.
Pərviz. nə gözəl. Bəs bu Pərvizin o Rəvanı duelə çağırmaq məsələsinə nə deyə bilərsiniz? Bizim qonağımız Rəvanda olub, Aha, Pərviz Pərviz də Bülbülə. İkisinə də bu sualları vermişik. Nəhayət ki, duel kimə görə Nəhayət ki, kimə görə olduğu gəlib özü çıxdı, səbəbkarı ortalığa. Xəbəriniz yoxdur. məsələdir? Sizin heç xəbəriniz yoxdur. Yoxdur xəbərim vallahi. Deyir ki, qız evində deyir toydu, oğlan Oğlan evində evində xəbəri yoxdur. yoxdur. Onun günündədir. Mənim xəbərim yoxdur nə məsələdir. Nə məsələ? Niyə duelə Sən mənimlə söhbəti fırladırsan, nə edirsən? Sən sualı Gəlib Sən məzərdən sualı verdin. Bir anda müdür Rəvanla da danışdı. Rəvan duet oxuyub sizlə. Rəvan sizinlə duet oxuyub. Hə, belə yəni Sonra da güya Pərviz Bülbülə onu duelə çağırıb. O duetdən sonra. Duetdən sonra duelə çağırıb. Yaxşı, sualı başqa cürə qoyaq. Elə bir məsələ. Pərvizlə duet yaxşı alınır, yoxsa Rəvanla? Əslində əlbəttə ki, Pərvizlə, Rəvan da bizim dostumuz, Rəvanı da salamlayırıq. Amma sırf olaraq Rəvanla studiya, yəni necə deyim, versiyasında olan duetimiz yoxdur. Bir veriliş var idi, digər qonşu kanalların birində ifa eləmişdik. Canlı biraz alındı, elə ifa elədik. Yəni O da onu gördü, demək, şişirtdi. hə, o demək deyil ki, yəni mən digər müğənnilərlə duet oxuyuram. Düzdür, böyük bir qəbahət bir şey yoxdur burada. Amma ən əsası biz Pərvizlə bir yerdə sevildiyimizə görə digərlərindən oxuyanda biz Artıq qəbul göz elədik. öyrəşib. Artıq sizə Pərviz nəsə göz öyrəşib. Hə, onu Yaxşı, görə elə qəbul belə elədim. Aha. Təsəvvür edək ki, Pərviz Bülbülə yoxdur. Onun yerinə kimdən duet oxumaq olardı? Heç kimdən istəmirəm duet oxumaq. Yəni belə üzr istəyirəm, böyük danışmayım, ona görə demirəm. Sadəcə olaraq artıq necə deyim, Pərviz Bülbülə ilə sevildim, möhrümüz qoyuldu. Ondan sonra mən inanmıram ki, digər duetlər belə maraqlı alınır kimdənsə. Yəqin ki, Pərvizdən də sonra Allah qismət eləyər, axıra kimi gedərik. Ne işdir, şayətdir, həyatdır, Pərviz yaşamıram. Bülbülə hamısını doldurur, belə cavab versən, belə cavab Yox ver, belə valla, cavab ver. heç Pərvizin xəbəri yoxdur ki, mən bugünkü bu verilişə gələcəm. Əslində Pərviz gəldiyi verilişə də bilirəm, xəbərim var. Sadəcə olaraq baxmamışam, amma fraqmanlarına izləmişəm onların. Amma Onun belə yəni da baxmamışam. veriliş çox maraqlı keçmişdi. Hə, bilirəm, ona xəbərim var. Sən sorağa Pərviz gəl. dayanmır, sorağı bir gəlsin. saniyə dayanmır. O imkan vermir. Elədir də. Baxsa o anda keçirdi DJ-nin aparatına. DJ Erik də bizdən, yadımdan çıxır mənim qardaşım. O yaddan çıxar. DJ Erik də bizdəndir. Çünki Hər gün o səhərlər bizim gəlir. evimizin göz muncuğudur. muncuğudur, bəli. Erik ürək sözləri. Erik, Turcan xanım. Qonaqlarımızı salamlayıram. Qonaqlarımız Qonaqlarımız dedi, elə bilir Pərvizə burdadır. Türkan Pərviz gördü, evdədir. bitirdi. Gör Pərviz keçən dəfədən uşağın başına nə oynatır. Elə bilirəm Pərviz də burada. Yox, əslə qaldı biz onun başda oynatçı burada, o da gizlətdi. Erik, bugün Mənim 8 köhnə dostumdur. martdır. 8 mart. Bugün 8 martdır, mən Bəli, bütün gözləməzdim səndən. xanımlarımızı təbrik edirəm başda olmaqla. Başqa nə deyə Başqa bilərəm? mahnı verirəm. Belə momentdə Başqa mahnı nə ver. deyə bilərəm? Başqa Sən mahnı ver. Sən mahnı ver, mən gələm. Aha. Türkan xanım. Fobiyanız var. Qorxursunuz nədənsə? Çox qorxuram. Hər Hə. şeydən qorxursunuz. Deməli, qəza keçiriləndən sonra... Qəza da keçirmisiniz siz. Mənim heç xəbərim yoxdur. Bəli, bəli. Sən xəbərin var idi. bəli, Bəs bəli. sualı oradan verərdin də. Bəs Bütün Azərbaycan mənim qəzamdan danışdı ki, mən nətər kəfəni cırıb ölümdən qayıtmışam. Allah doğrudan da üzünüzə baxın. Həqiqətən, yəni elə böyük bir qəza idi ki, mən şəhərdə olmuşdu yoxsa? şəhərdə olmuşdu. Şəhərdə. Hə, istəmirəm o barədə danışmaq, şükür indi yaxşıyıq. Ona görə o sürücü. Hə, ondan sonra qorxdum, çox möhkəm qorxmuşam. Sonra bir dəfə apardılar məni Çıldağa, orada necə yanıq-yanıq oldumsa dedim, mən daha yetmirəm. Nasıl qəza yaxşıdır. Qəzasını yandırdılar. Hə, ondan sonra çox möhkəm qorxmuşam. Bir dəfə də məni qorxudublar, sıçanla. sıçanla. Qorxudublar məni. Bəh, Onu da ki, təsəvvür edin ki, balaca bir uşaq mən onu üstümə atıb. Amma belə qorxmursunuz. Belə qorxmuram. Hə, belə canlı heyvanlar və yaxud da nə? İnsanlar. İnsanlar. Qorxmuram heç nədən. Düz eləyirsiniz. Amma bugün biz sizin gözlərinizi bağlayıb başımıza biraz oynatacağıq. Yəni, Yox, ən san azından yoxdur. Ən azından İnanma, inanma ona. Əvvəlcədən xəbərdarlıq eləyim mənə, görüm o bu heyvandır. yox, bu birinci canlı- heyvanda Yox, birinci gözünüzü bağlayın. Bizim həm birinci hansı rubrikamızdır? Başqa şeylər. Ya siz gözünüzü bağlayın, siz yeməklərin dadına baxın. Dada baxın. Bu başqa şeydir. Zəhərlənmə. San yox, ya. Zəhərlənməndə. Zəhərlənmə. Mən də burada yalandan söz verməm. Yox, atom yaxşı olacaq. Görək Türkan xanımın dad bilmə qabiliyyəti necədir? Ağzının dadını bilir yoxsa yox? Ayağı üstə durum yoxsa Yox, yox. əyləşim? Siz Otur. əyləşin. Ay Allah. Həyat. Can, Məşğul saçlarını ol. dağıtmayım. Birilərdən də
eləməlisən. Səhərlərində Hə. olmuyor. Bax, bir. Bu birdir. Hə. Bu bir dənədir. Bu da birdir. Yəni, batırdım. Görürəm də əzizim. Yox, narahat olmayın Türkan xanım. Heç nədən narahat olmayın. Bunlar hardan Bax, tapıblar? başda buradan da, birinci buradan bax. Tatlıdan bax. Qızlar ki, Bunlar- xoşlamadığım Bunlar- yeməklər mən yedizdirirlər. Burada ailəm dərdir. Əslində çox gözəl şeylərdir. Hə. Hə. Amma Həyat xanım dadıbsa deməli birinci Əla. mən xoşladığım bir Həyat xanım şeydir. səhər, günorta, axşam Bu olur. amma deyim ki, yalan danışma. Amma deyim iynəyə də bilərsiniz. İyniyə də biraz buna danışın. İyniyə yemək deyim, Sonra da yemək lazım. yemək. İyniyə Sonra də da yemək. bilərsiniz. Bax gətirirəm yaxına. turşudur bu. Bax dadına. Dəqiq. Nə dedi? Biri turşudur. Ay, nə turşu? Biz turşu heç atarıq o limçənin içinə. İşləyə bilərsən. Hə, nədir bu? Nələrlə yeyirsən? Kələm turşusu. Özündəki kələm var. turşusu. Kələm turşusu. Kartoşka qızartmasını tatlıda. Bəh. Az vaxtımıza. Az vaxtımıza. Kartoşka qızartmasını da verin oradan. Gəlin, yoldan da gəlin. Zəhmət olmasa. İkinci. Tamam. Salfet Əlimizi mənə ver. göstərəcək. Salfetka Salfet. verirsə, birdən də indi lazım olar da sizə. Keçək ikinci Keçək ikinci məsələyə. Məsələyə. Gətirdim. Qoy iyi, yaxşı qoy dişlə biraz. Hadi bir dənə dişləsin, nə olur? Aa, Ay mama. ay baba. Limon. Dada balasının limonlu da bu. Mən tez-tez təzyiqim var. Mən ondan istifadə edirəm, ona görə bilirəm. Onda yaxşı şeylər seçmişik. Yaxşı, hələ ki yaxşı gəlir. Mənlik olan bir şeylər, mən zaten yemək yemirəm. Yemədə sadələ şeylərlə başımı qatıram. Bə. Üçüncü. Mənə elə gəlir Türkan xanım yuxuya getdi orada bir də ona. Güldü deyəsən bu onu. Güldü, bəli. Yeni güldü özdə bu. Zirə günü. Yalan demə. Bu güldən ancaq zirədə var. Doğrudan deyim. Dadına baxmaq Zirədə var. Türkan Gül xanım, yemirik də yəq. Türkan xanım, dadına baxın sonra deyin nədir o. Yaxşı, qoy baxım görməyəm. Amma böyüdür. Bir damcı dişləsəz bəs. Bir damcı dişləsəz bəs. Qorxmayın, biz hələ hərəkət eləməliyik. Pomidor. Pomidor və Bu da kilo ilə sonuncu. yeyirəm, kilo ilə. Sonuncu. Sonuncu da var. Amma bunu gözləmirdim. Bunu gözləmirdim. Bu. Yaxınlaşdırıram. Yaxınlaş, yaxınlaş. Hiss eləmirəm mən. Soğandan hamısı Mən həyat söz- yiyib mən- vermiş başlamışdan qabaq. Mən soğana, sərімsağa əlgəs olan insanam. Yalan demə, bir yox yemədin gözümün qabağında. Cəmaatın qabağında 9 milyon əhali baxır bizə. Yalan danışma. Adam tutdurar Allah haqqı. O qədər məni öyrəşdirdilər, gedirəm. Mən daha çəkirəm çəngələ. Mən gəlirəm yavaş. At Hə, cana. at cana. Çox az. Kartoşka. Hey, kartofdur. Gözlərini açaq. Çiğ Hadi karton. canım, bu çiğ kartofdur. Ay mama turşu ilə kartof dedim, gətirdilər mən çiğ kartof. Bəli, sən mən... Yox, əla oldu, əla. Birini yəni tapdı, axırıncını da tapdı da kartof dedi də, düzdür? Dördünü də tapdı. Mən gözləmirdim amma... Yox, yox, hava oldu. Amma oldu. Əmması, bu ilə hər şey bitmir. Bitmir. Hələ nələr var Hələ başımda. qabaqda. İndi hələlinə gəlin yüngül rubrikamızdan Yüngül başlayaq. rubrika. Bəli, tərsim ayaqlar. Tərsən mayalar. Deməli Türkan xanım, biz məşhur mahnıları fırlatmışıq içərisinə eləmişik. Və o səsləndikcə siz başa düşməlisiniz bu hansı mahnı, tapmalısınız. Nədir çətin olmayan? Hazırsın? Tamam. Tamam. Bura Onda kimi bu da gəlmişik, bizim buradan o DJ ayına Erik'in köməyi. Rahmetkarım sökmüştüm ayağıma Ardılıyor halı Anasını sürük daya Elim masalar Elinde sıla oldu Mihmirelim Tanış gəl. Yəni biz 2-3 gün də otura bilərik belə, amma bir vaxtımız az olduğuna görə tez tapmalıyıq mahnını. Mən də heç bilmədim açığı. Bir də gəlsin. Bir də gəlsin. Rahmetkarım
Sökmüştüm ayağıma ardımın yoktu halı. Dilerim ki Al sevgilim. Allah sələskəli. Növbəti mahnı gəlsin. günahım boynunda ağlayan bir çift göz. Aygün Kazımova. Bizim dəyərli xalq artisti. Bu mənim mahnımdır. Növbəti mahnımız gəlsin. Müzali Ağayeva mahnısıdır, amma bilmirəm hansıdır. Eşkimi Hə, səs sənə demirəm. hədiyyə gör. Tamaşaçılarımız biraz sakit olsun, xahiş edirəm orada. Bəli, biz sizlənik, əziz tamaşaçımız. Kömək eləməyin. Ay, maraqlı rubrikadır ya bu. Babayev. Mirzə Babayev. Mirzə Babayev. Düzdür. Olmasın o. Gel. Sonuncu mahnımız gəlir. Güzel mahnıdır. Zamik. Bizim dəyərli dostumuz. Zamik Uçlu mahnısı. Uçtum. Bu rubrikamızda fiyal idi, yaxşı idi. Hə, yox? Belə yaxşı ki, o tərzinə mahnılar da görə qoyub. Mən tapdım onu. Əslində sizin də mahnılarınızı eləmiş ya belə. Prosta Ay, sadəcə o başqa qonaq olanda ona başlamaq. Ne güzel. Ve elə Evet, bunun bu arkasından Dayanmıyor da onda. Dayanmıyor. Kinolarla aramız necədir Türkan xanım? Yaxşıdır. Bizim kinolarla. Azərbaycan. Əslində Son kinolarla yox, köhnə. köhnə kinolarlandır mənim aram. Demək olar ki, bu neçə günlər ərzində baxdığım ən çox deyim Sehrli Xalat, Görüş filmi. Çox sevirəm. Yəni bir qalan sirridir. Eyvah. Onda yaxşı tapışmışıq. Hə? Sadalama. Onlar Mən də deməyəcəklər. burada filmdən bir fragment səsləndirir. Siz tapmalısınız hansı filmdir bu? Səslə amma. Hazır? Allah verir, verəcəksin. Aha. Orada qurdalanmaqdansa, get suda qalan paltarlarını sər. Sədaqət yuyub sərib anacan. Nə Qaynana. vaxtda Qaynana filmi. Əla. Patron qulluqsudur. Getdi növbəti. Amma sən həmişə mənə o gözlə baxmısan. Təxminən zal. Birinci bölümdə. Ən xoşbəxt Ən filmlərimizdən sevdiyim biri. kinodur. Onu İtalyan olur. Həyatdır azal. Yəqin evlərinə getmək istəyirmiş. Eve gitmek için darvasa var. Kapı var. Yol var. Əhsən özünü öldürmək fikrində olmayıb. Evlər uçub yadına. Yəqin qaranlıqda Aha. gözünə yol görünür. Ay baba, axı sən piyanirsən. Sənin təşkilatın daxil rəhbərimiz Leydilavda daşıyor. Pəncərə filmi. Pəncərə filmi. Pəncərə. Sözlerger Qafar yaman piyləni. Hər naçanikə 3 ay ki, tamamilə Ay piyano. Allah. Ona görə də oğlu qudurub. Bəyin oğlanması. piylənəndə nə eləyərlər? Başa düşün, naçanikonun piyindən götürmək lazım. Geçirlər. Bağlayın əllərini. Ben görürüm. Bəli. Bəşlər üstə dalaşırdılar. Heç. Bir balaca höcə edirlər. Yuxu. Nə? Nə öcək? Eşi belə xoş gəlib səfa gətirmə ya Allah. Xoş görmüşəm. Bu nədir qonaqların sumu sərsə ya. Salam biləcəm. Evdən nə qədər ləziz yeməklər var gətirdi körpə. Salam biləcəm. El olması. Bizim qız elə buraya pişirir ki, yeməyi Artıq bəyin oğlanmasıdır. Yaxın gəlmə. sevirəm səni. Yaxın gəlmə. Moşu. Boşa filmi. Neydi adın? Nə alıb? Nə olur bu İrasim elə həmişə alırdan ha nəsə? Bəxt üzü, bəxt üzü. Eyvah. Esilla
detoks çayları ilə artıq çəkiyə son. Bəhrisiz və idmansız artıq arıqlamaq çox asandır. Esila detoks çayları tam bitkisəldir. Heç bir kimyəvi qatqısı və əks göstərişi yoxdur. Tərkibi alma, portağal, biber ekstraktı. İstifadəsi çox asandır. Səhər və axşam yeməyindən öncə 1 stəkan suya qarışdırılaraq içilir. Esila detoks çayları ilə sağlam həyat yaşayın. Növbəti dostumuz isə Epilife Tibbi Estetik Mərkəzidir. Epilife Tibbi Estetik Mərkəzi öz professional komandası ilə müxtəlif yaşda olan xanımların yolunu gözləyir. Əldən çox prosedur mövcuddur ki, siz öz gözəlliyinizə qovuşa biləcəksiniz. Epilife Tibbi Estetik Mərkəzdə üz liftingi, müxtəlif növ peelinglər, ultrasəslə lazer epilyasiyası, üz aval və ya başqa formada korreksiya edilməsi, dərinin dartılması, üz dərisinin hətta cavanlaşdırılması belə var. Cavanlığın və gözəlliyin tək ünvanı Epilife Tibbi Estetik Mərkəzi. Varikoz genişlənməyə və ağrılara son. İnnovativ damar və podiatra mərkəzində ən son tibbi avadanlıqlarla və yüksək dərəcəli ixtisaslaşmış həkim heyəti ilə aşağı ətraf varikoz genişlənməsi, xroniki yaralar, diabetik ayaq sindromu, diabetik arterial və venoz yaraları, yataq yaraları və digər xəstəliklərin müalicəsi aparılır. Siz qısa müddət ərzində ağrısız və qansız bütün xəstəliklərdən azad olacaqsınız. Azərbaycanda müasir diaqnostika və müalicə metodları ilə daim yenilənən İnnovativ damar və podiatra mərkəzində peşəkar fleboloqlar tərəfindən hər xəstəyə fərdi yanaşılır. Bütün xəstəliklərin dəqiq diaqnozu ilə müalicəsi aparılır. İnnovativ damar və podiatriya mərkəzinin, Epilife Tibbi Estetik Mərkəzinin, Esilla detoks çaylarının sponsorluğu və Nurayza Collection'ın təşkilatı dəstəyi ilə çox ciddi şou davam edəcək. Dünyaca məşhur Proterum kombiləri artıq Azərbaycanda. Avropa istehsalı olan Proterum kombiləri 1 millibardan az qazla işləmə imkanı yaradır və bununla da siz qaz sərfiyyatına qənaət etmiş olursunuz. Proterum kombiləri nəinki Bakıda, digər bölgələrdə Sumqayıt, Şirvan, Quba, Xaçmaz, Lənkəran və həmçinin Gəncə və Göranda əldə edə bilərsiniz. Ünvan Azadlıq prospekti 151. Esilla detoks çayı bütün qida əsaslı vitaminlərinizi əvəz eləyir. Vücudunuz zəif düşmür, aclıq hissinə və yuxusuzluğa son qoyur. Esilla çayı bədəninizin yağ yanma prosesini sürətləndirir və vücudunuzu artıq kilolardan azad eləyir. İstifadə üçün uyğun olan bəzi əlavələrlə tamamlanıb və Almaniya Səhiyyə Nazirliyi tərəfindən yoxlanılaraq təsdiq edilib. Esilla artıq çəkiyə son. Azərbaycan Bodybuilding və Fitness Federasiyası 5 İdman Klubu sizi sağlam yaşam tərzinə dəvət edir. Məşqçimiz Kənan Cəllovun nəzarəti altında qrup şəklində məşqlər, fərdi məşqlər, düzgün qidalanma, qısa zamanda arzu etdiyiniz bədən quruluşuna nail olmaq istəyirsinizsə, o zaman özünüzü bizim peşəkar məşqçilərə həvalə edin. Bizçin, Azərbaycanda bodybuilding və fitnessin tarixini qoymuş məkan. Mənim tələbələrim kimi sağlam həyat tərzi, düzgün qidalanmağın nə olduğunu biz sizə burada anlatacağıq.
Dünyaca məşhur Proterium kombiləri artıq Azərbaycanda. Avropa istehsalı olan Proterium kombiləri 1 millibardan az qazla işləmə imkanı yaradır və bununla da siz qaz sərfiyyatına qənaət etmiş olursunuz. Proterium kombiləri nəinki Bakıda, digər bölgələrdə Sumqayıt, Şirvan, Quba, Xaçmaz, Lənkəran və həmçinin Gəncə və Göranda əldə edə bilərsiniz. Ünvan Azadlıq prospekti 151. İnnovativ damar və podiatriya mərkəzinin, Epilife Tibbi Estetik Mərkəzinin, Esilla Detox çaylarının sponsorluğu və Nurayza Collection-ın təşkilatı dəstəyi ilə çox ciddi şou davam edir. Esilla Detox çayları ilə artıq çəkiyə son. Bəhrisiz və idmansız artıq arıqlamaq çox asandır. Esilla Detox çayları tam bitkisəldir. Heç bir kimyəvi qatqısı və əks göstərişi yoxdur. Tərkibi alma, portağal, bibər ekstraktı. İstifadəsi çox asandır. Səhər və axşam yeməyindən öncə 1 stəkan suya qarışdırılaraq içilir. Esilla Detox çayları ilə sağlam həyat yaşayın. Növbəti dostumuz isə Epilife Tibbi Estetik Mərkəzidir. Epilife Tibbi Estetik Mərkəzi öz professional komandası ilə müxtəlif yaşda olan xanımların yolunu gözləyir. Əldən çox prosedur mövcuddur ki, siz öz gözəlliyinizə qovuşa biləcəksiniz. Epilife Tibbi Estetik Mərkəzdə üz liftingi, müxtəlif növ peelinglər, ultrasəslə lazer epilyasiyası, üz oval və ya başqa formada korreksiya edilməsi, dərinin dartılması, üz dərisinin hətta cavanlaşdırılması belə var. Cavanlığın və gözəlliyin tək ünvanı Epilife Tibbi Estetik Mərkəz. Varikoz genişlənməyə və ağrılara sonu İnnovativ Damar və Podiatriya Mərkəzində ən son tibbi avadanlıqlarla və yüksək dərəcəli ixtisaslaşmış həkim heyəti ilə aşağı ətraf varikoz genişlənməsi, xroniki yaralar, diabetik ayaq sindromu, diabetik arterial və venoz yaraları, yataq yaraları və digər xəstəliklərin müalicəsi aparılır. Siz qısa müddət ərzində ağrısız və qansız bütün xəstəliklərdən azad olacaqsınız. Azərbaycanda müasir diaqnostika və müalicə metodları ilə daim yenilənən İnnovativ Damar və Podiatriya Mərkəzində peşəkar fleboloqlar tərəfindən hər xəstəyə fərdi yanaşılır. Bütün xəstəliklərin dəqiq diaqnozu ilə müalicəsi aparılır. Sizin çəkildiyiniz kino da çox maraqlı. İnanın ki, tam etiraf edirəm, bəli. Qız qaçırma 2. Qız qaçırma 2. 2 dəfə, 3 dəfə kinoteatra getmişəm, sizin o səhnəniz üçün oldu. Ölürəm, çox sevirəm oranı, o qədər gülürəm. Görsən, sən mən görsən. Bəlkə həyatda var elə insanlar əslində. Sizin kimi insanlar həyatda var əslində. Var. Köhnədən qalıb Sovetskinin vaxtında Sovetskimizdə keçdik. Mən özüm 5 il Sovetskidə qalmışam. Mən uşağıyıq ki. Qurdaladıqca Mən uşağıyıq. Hansı məktəbdə oxumuşaq? Mən 18 nömrə məktəbdə oxumuşam, amma burada oxumamışam. Gəncədə oxumuşam. 18 Gəncə, bildim 18 Bakıda. Oldu belə şey oldu. Mən 18-də Bakıda, Gəncədə. Və Səməndər keçək növbəti rubrikamıza. Pepito Hazırsınız? Hazırsınız. Deməli belə, mən deyim 4 dənə şüşədən qutu var. Birinci deyim ki, ehtiyatlı ol şüşədəndir, çünki mən özüm kömək eləyəcəm sənə. Bu qutuların içində canlı, yeməli, ola bilər əşya, cansız, yeməməli, yeməli, hər şey ola bilər. Yəni, ağlına gələn hər şey ola bilər. Sən əlini bir qutulara salacaqsan və onları yoxlayıb deyəcəksən. Tapanda da bizdən... Amma mən kömək eləyim də, hansına istəyirsiniz, əlimi ora. 100%. Deməli belə, haradan başlayaq? Oradan başla. Buradan başlayaq bəlkə. Oradan, yaxşı. Başlayaq birinci qutumuzdan. Hazırsan? Aha, birinci qutu bax. Qutu bax budur. Gördün? Şüşədən. Şüşədən. Hazırıq? Tüklü də Allah'ın olsun. Nəsə də var burada. Neyse, tüklü patladı. O da öldü, qıraqdadı. Allah kolum tutdu. Cabirə bas, su yanıb qıraqda, kəbəklər bir bələ. Suğavla bir bax gör, nədir o, nə oxşuyur? Ay, elə dövşəndir bu.
Arıq yazığa yemək sata verir. Söylər. Balaca dovşandır. Dovşan, tapılmış dovşan mənim. Aha. Bu bizim ikinci kutu. Aha. Gel. Geçtik ikinci kutumuza. Bu səfər patladı. Allah yıxılır ortalığı. Ve o patlayacak elimizde. Yalan demə. Her şey olabilir. Ses çıxardır Allah'ın olsun bu burada. Toyuğun səsinə də oxşur. Böyle toyuk olsaydı. Ay Allah, sənə qurban olum, ay Allah. Ay Allah, qol sıçamda dəmir var, tutuldum orada. Aha. Ben olsa ben vurmaram. Yalan demə. Xamiya. Ya o fason bir şeydi. El sırası çıktı da. Bir de xəndək bir o fason bir şeydir. Bilmirəm onu. Bir də baxam. Köməkli elə Bir yandan, bir Səməndər. yandan, bir yandan. Ben ne kömeğliyim mi? 8 Mart'da köməkli elə qıza. Kömeğliyim ki bu stüdyodan çıkıp gelirim. Yox, acabır, yox. Zarafat eləyirsən. Ya bala donuz ne mənada bala Değil, donuz? değil, donuz değil. Yok donuz değil, donuzun burada ne iş var? Yeməlidir. Hər şey ola El bilər. dur da bak da. Onlar qurban olum, eləmin də elə. Deməli, o da bir gözüm. Nədir? Turşu iyi gəlir bundan da. Gəncəndə siləyəli. Qoqu tapsın da sonra. Onu silməsə tapa bilməyəcək. Yox, inir. Bilmirəm o nədir. Ay mama, bilmirəm. Qarma qarışıq şeydir nədirsə. Yavaş. Duzdur. Ya. Tadına bak sen. Paraşok, paraşok. Ne gözlerimi açar, ne gözlerimi açar, ne gözlerimi açar. Hazır sen tuşa. Ay Allah, donuz balasıdır bu. Bu dəniz donuzu. Deniz donuzu. Sen neyi bilirsin? Sen neyi bilirsin? Tamam, doktorla. Bu bizim tamattı da. O tomatlı, bu dovşan. Bu kebaptı. Bu kebap. Bu kebaptı. Kebap değil. DJ Elif. Yalnız Türkan'ı. Türkan necə hiss edirsən? Vəziyyət necədir? Çok pis. Gel biraz danışdıraq da Türkan'ı. Gel, Görüyor musun gel. necə hiss edir bu söz söhbətlərdən sonra? İnanın. Suyun içindeyim. Yani bir şey 8 Mart'ta belə bir Her hadisə gözləmirdim. Çok güzel hediyeler verdiniz. Ben çok sağ olun. Teşekkür ederim. Bizdə biraz O fərqlidir neydi? də. O ne? O balaca neydi? O donuz dediler. Donuz Dəniz balasıdır. donuzu. Deniz Ay donuzu. Allah. Allah qurban olum. Allah'ın yarattığı heyvanlardır ama çok eybəcəriydi o. Ben inan bir ay, 2 ay özüme gelmeyeceğim. Türkan birinci Allah'ım. biri donuzdu, ümumiyyətlə qoxdu. Gördüm yok ya, o donuzluq bir şey yoktu. Bu erboy. Əl boyda olan donuzlardan idi. Mən gedim qara qutunu gətirim çünki... Mən bildim, mən gedim. O sıra ki mesela, her bizi neyini seçti? Gizlenmek istirdi alınmaz. Gel, gel, gel. Gizlenmek istirdi alınmaz. Deməli belə, bizim bunun içində yeməli bir şey var. Yeməli. Mən Çok deyirəm. şükürler olsun yeməli. Hə. Bugün geçenli pəhrizimizi pozmuşum. Datlı 8 yeməklər Mart yemişəm. Səməndərə sual verəcəksən ki, bunun içində məsələn yumrudur, uzundur, necə 3 sual verməlisən. Mən o 3 sual ərzində tapmalıyam nədir o? Tuzludur, şirindir və yaxud acıdır. İndi Səməndərin başını oynatırıq. Aydındır. Aydındır, Səməndərdir. Aç görək nədir o? Baho. Bir dənə belə eləyim. Mahnı. Nə məktəbimdə? Nəsə qutudadır deyəsən ya. Özü də qutudadır. Buyur. Nəsə daşdır deyəsən, onu iyiləşdir. Sən sənə sual verməlisən mənə. Tələbəzdir yoxsa Hə, yoxsa yox ətdir misal deyəcək. üçün? Hə. Mən deyəcəm, Yaxşı şirniyyatdır, ətdir.
Yo, bir dənə sual. Hə, şirniyyatdır. Birinci sualın getdi. Ancaq Səməndərdə hə, yox İki cavabı sualın verə bilər. qaldı. Tərəvəzdir. Hə. Qaldı bir sual. Bir sual. Üçüncü sual, axırıncı sual. Və üçüncü sualdan sonra... Pişmişdir. Xeyr. Üçüncü sual getdi. Çiğ. Suallar bitdi səndə. Sən üç Üç suala dənə. tapmalısan nədir bu? Bildin nədir bu yoxsa yox? Yox. Yox. Amma bildim ki, tərəvəzdir də. Hə, deməli o tələbəzi sən indi nə edəcəksən? Pomidor. Bərkdir. Pomidor belə eləyəcəkdi. Fırs. Xiyardır. Çox çətin bir şey qoyublar, heç nə. Limonlu xəşli çıxdı. Suyunu sıxa bilərik. Çox sağ ol, artıq sıxılmış vəziyyətdə oldu. Hə, da çırpdı karıbdan o tərəfdən bu tərəfdən. Yaxşı da bir 8 mart olduğuna görə Bəli, bugün həyat bəli, yiyəcək bəli. limon. Yox? Yaxşı, verin o mənə. O limonu ver mənə. Yox. Sən mən bir dəfə stakan verdim burada. Otur. Qorxdu, görsən. DJ Erik bizlə dərs tamaşaçılarımız. Səsi çıxmasa da. Təşəkkürlər mahnılara görə, Erik. Təşəkkür. İndi necədir? İndi Türkan tam xanım əksi. baxır, İndi hə. Türkan xanım baxır. Tapır Səməndər bəy. Hə, sualları mən verirəm sizə. Sualları Tələbəzdir, nədir, verəcək. nədir? Siz bir yox mən elədiyimi siz eləyirsiniz, Hə. indi mənə. Qanıydı. Bir dənə yeşiyi nə rasa bilmirlər, yeşiyi. Əslində qız düzgün açırdı. Uuu, nə gözəl. Aha. İki yəsin. Yeməlidir yoxsa yox? Yeməlidir. Yeməlidir. Bir sual. 2 sualın qaldı. 2. Düşün. Salat pişirmək üçün yaxşıdır. Hə. Getdilər. 3. Yanda 3 nə? Sual Üçüncü sual. Şirindir. Salat bişirmək üçün deyirsən, yaxşı deyir, hə, deyir şirindir, yox. Salatın içində nə dəxildir? Düzdür, salata şirin necə qatmaq olur? Amma olur. O şirini demirəm, yəni özü tələbəz şirin tələbəzdir yoxsa acı? Yox. Acıdır yoxsa şirindir? Ha, çaşdırır məni. Yox. Heç bax. Bitti. Cavab ver. Yiyin də bunu nuş olsun. Biberdir onun içində. Emin edə. Tapdın. Özü yiyəcək. Elə şey olar, 3 dənə dedi uduzdu da. Nəsə, bugün mədəmiz qarışacaq bir-birinə. Bugün mədəmizdə ailəm dəyib bir-birinə. İndi başa düşdün mən nəyə görə deyirdim, şirindir yoxsa yox, salat üçün. Axşamda oxumalıyıq. O salata gedir. Sən də bəsdir də. Gedmir. Yox, amma Markov olsaydı salata doğranır. Niyə salata gedmir? O gedir salat, hansı salat da yeyirlər ki? Necə böyüm Ha, şey, salat. açoban salatına. Çobanın başqarabdır, belə şey gəlir. Yox, valla gedir. Zarafat elə. Çox salatlara gedir. Yemədi işte, mən boynuma qaldı. Bugün xanımların günüdür Səməndər. Xanımlarımızın qəlbinə dəymək olmaz. Türkan xanımın xətrinə dəymədik də biz. Başqa xanım olsaydı xətrinə dəymişdik. Yox, başqa xanımların xətrinə biz dəymirik. Necə deyil? O gün mələyin başına oynaşdıq burada. Mələk heç də. Mələk heç də. Mələk eşidirsən, gör nə danışır bu burada. Öz bağımızın meyvəsini ona görə. Həm də bunu xanımlar günü. Türkan, çox sağ ol gəldin. Xoşuma gəldi Türkan. Amma sənin Çox maraqlı, valla. Vaxt uçdu, getdi, yoxsa necə? Həm vaxt getdi, həm çox maraqlı oldu, həm qorxdum, həm ağlamaq istədim, həm gülmək istədim. Mədəmdəki aləm də bir-birinə Mən sizə təşəkkür edirəm. Çox sağ olun məni belə maraqlı verilişə dəvət elədiyinizə görə. Çox minnətdaram hər birinizə. Sizə də uğurlar. Mən inanıram ki, belə maraqlı və necə deyim, həm şou, həm maraqlı veriliş, ikinci bir veriliş yoxdur mənə elə gəlir. Çox sağ ol Türkan, sən də gəldin. Təşəkkürlərimizi bildiririk. Hədiyyəmiz var. Oy, nə hədiyyədir o? Amor parfümeriya göndərib deyəsən o hədiyyəni bizə. Şəxsən sizin və Həyat xanım.
Şəxsən sizin üçün. Bugün 8 Mart olduğuna görə gözəl hədiyyəmiz gəlib. Xüsusi olaraq Siz öz adınız Amor yazılmış Parfümeriyadan, bəli. Yaxşı. Amor Parfümeriya lüks. Yeganə insan ki, Türkan xanım bu verilişdən xeyirlə gelir. Bəli. Həqiqətən. Yəni Onu bugün bayram gününə düşmüşəm yəqin ona görə. Türkan xanımı, yəni başını oynatsaq da məcazi bəni. Əslində bəlkə də bir il artıq yaşayacaqdım, onu da yaşamayacağım. Getdi gedər gəlməz mən. Hədiyyə ilə başını bağlayırıq mən. Ən böyük hədiyyə bizim qonağımız. Çox ürək açırıq da biz. Soğanla. Soğanla gedib. Hədiyyə kimi soğan. Amorfa təşəkkürlərimizi bildiririk. Çox sağ olun. Yine stresə düşərdim də mən həmin dəqiqə. Nadir Qafarzadə. Nadir Qafarzadəyə vermiş soğan. O stresə düşərdim. Yox, elə bəyəndi, elə sevinə. Hətta yemək istəyirdi, biz qoymadıq. Yemək istəyirdi, biz qoymadıq. Nadirə buradan çoxlu salamlarımızı göndərdik və hədiyyələrə görə təşəkkürlərimizi bildiririk. Gəldik verilişimizin sonuna çatdıq. Məqama çatdıq. Çıxart siyahımı. Siyahımı çıxardım, təşəkkürlərimi bildirim. Təşəkkürlərim. Bizlə bağlı ekspertimiz Həyat Aslanı. Ən son xəbərləri. Türkan xanım burada nədən qorxdu? Nə yedi, nə içdi, gözü bağlı, nə baş verdi? Prime Time azdan izləyə bilərsiniz. Prime Time azdan bəli, informasiya dəstəyi. Girib tapıb baxa bilərsiniz. DJ. DJ! Mənim yerim o şoka düşür. Let's get it on. Nə həyatda necə baş verdi? Gəldi düşdü DJ oldu. DJ-imizə təşəkkürlərimizi 100%. bildiririk. Bizim DJ-imiz Bugün bizimlə birlikdə bizi gözəl gözəl musiqi ilə belə şənləndirdi. 8 Mart günündə Beynəlxalq Qadınlar Günü təşəkkürlər Bir daha təbrik edirəm xanımları. Təşəkkür edirik. Əziz bizim evimizin göz muncuğu. Və əlbəttə ki, təşəkkürlərim var. Təşəkkürlər var, əlbəttə ki, təşəkkürlər çoxdur. Bizim evimizi bu cür gözəl bəzədiyinə görə Nurayza Collection-a dərin minnətdarlıq. Nurayza Collection. Sevdim mən. Arxada bir dənə pələng də baxır. Gözəldir. Parçaları sevənim, çox sevdim. Təşəkkürlərimizi bildirək. Əgər siz də ofislərinizdə, studiyalarınızı gözəl bəzəmək, evinizdə həmişin gözəl bəzəmək istəyirsinizsə, Nurayza Collection müraciət edə bilərsiniz. Bəli, biz insanlara həm keçmişə, həm də gələcəyə aparırıq. Əllə fırlanır. Yayda əllə fırlanır. Çox isti havalardan. O fülürsə gəlir də, əksinə. Və ən sonda mən öz təşəkkürlərimi də bildirmək istəyirəm. Makyajıma görə, Nərmin xanıma, saçıma görə, Zara xanıma dərin minnətdarlığımı bildirirəm. MTR Akademiya, geyinmə görə Las Vegas mağazalarına minnətdarlığımı bildirirəm. Əziz xanımlar, hər zaman gözəl görünmək istəyirsinizsə, Las Vegas mağazalarını üst tuta bilərsiniz. Və ən sonda Türkan xanımın ifası ilə biz verilişimizi yekunlaşdırırıq. Mütləq. Görək necə oxuyacaq bu həyəcandan. Yaxşı olar. Herkes
İnnovativ Damar və Podiatriya Mərkəzinin, Epilife Tibbi Estetik Mərkəzinin, Esilla Detox çaylarının sponsorluğu və Nurayza Collection-ın təşkilatı dəstəyi ilə çox ciddi şou bitdi.